1939-cu ilin sərt qış günlərindən birində, dekabrın 18-də, Gürcüstan Respublikasının Marneli rayonunun Əzizkənd kəndində bir körpə dünyaya göz açdı. Bu körpə sonralar elm dünyasında adı çəkilən alimlərdən biri Məmməd Bayramoğlu olacaqdı. O hələ məktəb illərindən fərqli düşüncə tərzi ilə seçilirdi. Riyaziyyata olan marağı sadəcə bir fən sevgisi deyildi. Bu, onun dünyanı anlama üsuluna çevrilmişdi. Sinif yoldaşlarından fərqli olaraq, o rəqəmlərin içində məntiq, qanuna uyğunluq və gələcək görürdü. Lakin həyat onun yolunu asan etmədi. İkinci Dünya müharibəsi ərəfəsində valideynlərini itirməsi, onun uşaqlıq illərini ağır sınaqlarla dolu etdi. Buna baxmayaraq, Məmməd Bayramoğlu çətinliklər qarşısında sınmadı. Əksinə, elmə daha möhkəm sarıldı. Onun riyaziyyata olan dərin marağı və yorulmaz əzmi onu elmi zirvələrə apardı. O, sonradan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Yıldız Teknik Universitetində fəaliyyət göstərərək riyaziyyat elminin tədrisi ilə məşğul oldu. Burada bir çox gənc tədqiqatçı və alimlərin yetişməsində mühüm rol oynadı. Onun fəaliyyəti yalnız dərs deməklə məhdudlaşmadı. O, elmi düşüncənin formalaşmasına, bir çox tələbənin alimlik dərəcəsinə yüksəlməsinə bilavasitə töhfə verdi. Ömrünün 67-ci ilində vətənə qayıtmağı üstün tutan Məmməd müəllim, Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda elmi işçi kimi fəaliyyətini davam etdirdi. Bugün o, həm elmi fəaliyyəti, həm də yetişdirdiyi tələbələrlə bir məktəbə çevrilmiş bir alim kimi yadda qalır. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. Onun həyatı bir şeyi sübut edir. Çətinliklər insanı dayandırmır. Əgər içində elmə və məqsədə sadiqlik varsa, yol mütləq zirvəyə apar.